Xoş gördük hamınızı, mənim dəyərli izləyicilərim. Bu gözəl cümə günümüzdə hamınızı xoş gördüm. Hamınızın cümənizi təbrik eləyirəm. Can sağlığı, bol-bol ruzu, bərəkət arzulayıram. Nətərsiz gözəl xanımlar? Ümidvaram ki, yaxşısınız. Məni soruşsaz, şükür Allaha, mən də yaxşıyam. Mən sizin üçün çox darıxmışam. Xeyli vaxtı video çəkmirdim. Bugün dedim mən mütləq inşallah bu gözəl günümüzdə bir video başlayayım. Xanımlar, mən bugün sizin üçün qırmızı lobiyanın salatını hazırlayacağım. Burada 200 qram qırmızı lobiya var, bişmiş formasıdır. Burada 2 ədəd turşu xiyarımız var. Toyuğun sinə ətidir, bir parça. İri toyuğun sinə ətidir. Bir ədəd nardır, burada iri bir ədəd nar. Burada bir baş qırmızı soğandır, nazik uzun sov doğramışam, bir baş hazır. Bu da bizim bir dəstə cəfərimizdir. Bizim qaymağımızdır, Mila qaymağı. Bir paçka yarım da Mila qaymağı. Burada da duzlu istiotlardır öz yerində. Mənim dəyərli izləyicilərim, indi biz başlayaq işimizə. Lobiyamızı tökək birinci. Narımızı tökək. Toyuğun sinə ətini tökək. Çox qəşəng, ləzzətli, ağız dadımıza uyğun bir salatdır. Çox qəşəng salatdır və faydalıdır. Bütün ingredientlərimizi tökək. Və maraqlı da görünüşü var, xanımlar. Diqqətlə izləyin, xahiş edirəm. Çox maraqlı və ləzzətli bir salatdır. Hər bir ingredientlərimizi tökdüm. Burada bizim xanımlar qırmızı istiotumuzdur, amma acı deyil, orta. Bu bizim qara istiotumuzdur. Hamısı zövqə görədir bu duzla istiotlar. Duzumuzdur. Və qaymağımızı töküm mən indi. Qəşəng qatışdırım. Xanımlar, inanırsınız, o qədər dadlı salatdır. Həm də faydalıdır. Lobiya var içində, qırmızı lobiya. O adamı tutur. Yeyirsən, elə bilirsən ki, elə oturub bir ədəd çörəklə yeyib durmusan. Ona görə də çox dadlıdır. Məsləhət görərəm, siz də hazırlayasınız. İndi mən bunu qəşəng qatışdırım. Mənim dəyərli izləyicilərim. Hazır servis formasında çıxım qarşınıza. Xanımlar, abunə olmağı unutmayın, like edin, fikirlərinizi yazın. Mənim üçün çox önəmlidir sizin o dəyərli fikirləriniz. Xanımlar, kələm turşusunun ərzaqların hamısını hazırlamışam. Dedim onu da izləyicilərimlə bölüşüm. Əsas da bizim yeni gənc ailə quran xanımlarımız var. Onlar üçün də daha maraqlı olar və tez yetişən bir şorabadır. Xanımlar, burada nə var? 2 ədəd orta ölçülü kələmli doğramışam, uzun sov nazik doğramışam. 3 ədəd kökdür, 4 ədəd qırmızı biberlə yaşıl biberdir, acı. Bir 10 ədəd də dəfnə yarpağıdır, 15-20 ədəd də olar, dənəvər qara istiotdur, 6-7 diş də sarımsaqdır. Bu da bizim 2 dəstə cəfərimizdir. Xanımlar, mən indi bunların hamısını qatışdıracağım qəşəng. Vaxtımız getməsin, istəyirəm ki, videolarım qısa olsun. Həm mənim öz vaxtım gedir, həm də siz də videomu izləyəndə yorulmayasınız. Elə qısa videolar çəkirəm ki, tez baxıb sizə
maraqlı olsun da, tez olanda daha yaxşı olur. Açıqlama bölməsində də yenə yazacağım, videonun açıqlama bölməsində. Şorabanı da, salatını da. Hamısını videonun açıqlama bölməsində yazıb qoyacağım. Oradan da izləyərsiniz. Yenidən təkrar servis eləyim, hazırlayım, hamısını görüşərik. Gəldik, çıxdıq videomuzun sonluğuna. Bu mənim hazırladığım lobiyalı, narlı salatım. Servis elədim. Hazır forması belədir. Çox qəşəng dadlı, mövsümə uyğun bir salatdır xanımlar. Bu da mənim hazırladığım kələm şorabasıdır. Bir həftəyə hazır olur, dəyir. Çox qəşəng çıxdı. Mən kələm turşusuna sirkə töymürəm. 4 xörək qaşığı duz töymüşəm xanımlar. Onu bayaq mən qeyd eləmədim, amma yenə resepti videonun açıqlama bölməsində yazacağım. Oradan da izləyə bilərsiniz inşallah. Xanımlar, bugünkü işlərim də bundan ibarət oldu. Nə xoş mənə ki, yenə də mən öz izləyicilərimlə görüşdüm, qarşınıza çıxdım. Çox məmnun oluram sizlə görüşəndə. Abunə olmağı unutmayın, izləmədə qalın, diqqətlə baxın. Nə fikirləriniz olsa mənim üçün yazarsınız. İnşallah cavablandıraram. Çox sağ olun ki, gözəl-gözəl yorumlar yazırsınız, fikirlər yazırsınız. Bundan qabaqki videoma çox saylı baxış gəldi, maşallah olsun. Çox saylı baxış gəldi. Ona görə də mən çox sevinirəm. Yenə də elə də davam eləyin. Allah hər birinizdən razı olsun. Baxan gözləriniz nurla dolsun. Yazan əlləriniz yorulmasın. Hər birinizə can sağlığı arzulayıram. Özüm də sizlə bərabər. Allah Taala'dan o can sağlığın heç birimizdən əsirgəməsin. Onu arzulayıram. Öpürəm sizi, bağrıma basıram. Mənim dəyərli izləyicilərim, özünüzdən müğayət olun. İnşallah Allah izin verərsə təkrar görüşərik.